dəhşət baxırdı. Papağımı yerə soxdu, boyumu yerə soxdu. Niyə elə baxırdı? Çünki o kişi bu cür proqramlaşdırılmışdı. 90-cı illərin kişisi, qapalı Sovet cəmiyyətindən təzə çıxıb, məsəl üçün çayxanaya gedəcək, nə bilim kişilər buna belə baxacaq qızının boşanmağına görə, biri buna görə. Amma sonra bu hamı qızı boşandı deyin, bütün atalar oldu bir-birinin tayı. İndi elə bir-birinə belə pis baxmırlar. Nə oldu? Normallaşdı, daha adiləşdi. Necə ki bu qoca kişilər, yaşlı kişilər belə baxırlar. Belə bu cavanların da qabağında şey olur, belə söz də çatdıra bilmirlər. Elə bir kişiliyə də qalırlar. Belə görürlər söz tapa bilmirlər. Düz otur sən. Düz otur sözündən başqa heç nələr qalmayıb. Malik olduğu dəyərlər falan hamısı məhv olub çıxıb gedib. Bir dənə söz də tapırlar. Düz otur sən, hələ düz otur. Nağarım, nətər otururlar. Dedim də saat düz otur, özüm bilirsən, nəyə bilirəm. Sözü yoxdur. Bir gün bu cəmiyyət insan belə dəyişir də. Bu dəyişmə prosesini təsəvvür eləmək, gözün qabağına gətirmək lazımdır. Məsələn, biri siyasi mübarizə aparan adam var. Məsəl üçün, bizim o qədər, məsəl üçün, partiya sədrləri var, siyasətçilər var. Durur belə gür-gür gürüllüyürlər, hakimiyyət, döşüyürlər. Sonra tutur hökumət, basır həbsxanaya, bir aydan sonra başlayır yalvarmağa ki, məni buraxın. Məni buraxın. Mən baxın, siyasi prosesdən gedirəm. Sən mübarizə apardığın hakimiyyətin mahiyyətini, onun sənə nələr eləyə biləcəyini qabaqcadan təsəvvür edə bilmirsənsə, getdiyin yolun üstündə nələr olduğunu təsəvvür eləyə bilmirsənsə, sən ölümlə, həbsxana ilə, o dörd divarla üz-üzə qalanda nələr baş verəcək, içində nələr gedəcək, buna dözəsən, yoxsa dözməyəsən, bunların məşqlərin eləməyibsənsə, nə çıxıb orada gür-gür gürülüyürsən, sonra da cəmiyyətdə özünə bir inam yaradırsan, sonra da o inamı insanların gözündə məhv eləyirsən, sənin elədiyin hərəkətin də cəzasını başqası çəkir. Bəlkə başqa daha güclü, cəsarətli, dözümlü adam var, o gəlib o insanları inandıra bilmir ki, vallah mən filan kəs deyiləm. Cəmiyyətə zərbə bu cür vurulur da.